Salam əziz izləyicilər. Həndəsənin əsas anlayışlarına aid 11-ci sinif buraxılış tipli suallara baxacağıq. Birinci sualda A, B-yə paralel olarsa, A, B paralel düz xətlərdir. Beta bərabərdir 2 alfa. A, B-yə paraleldir. Beta 2 alfaya bərabərdir. Olarsa alfanı tapın. Alfa bərabərdir, sual işarəsi qoyuruq. Alfa ilə beta necə bucaqlar olacaq? Daxili bir tərəfli bucaqlardır. Daxilində bir xəttdə bitişik bucaqlar. Alfa ilə betanın cəmi nə olacaq? Birinci sualda 180 dərəcəyə bərabər. Cəmi 180 dərəcəyə bərabər olar. Buradan betanın yerinə biz 2 alfa yazacağıq. Bərabərdir 180 dərəcə. Alfa üstə gəl 2 alfaya 3 alfa eləyəcək. Bərabərdir 180 dərəcə. Alfanı tapmaq üçün 180-i 3-ə bölürük. 60 dərəcə olar. Deməli, birinci testin cavabı B variantı, B bəndi olacaq. 60 dərəcə. Alfa ilə beta daxili bir tərəfli bucaqlardır. Keçək ikinci suala. İkinci sualda biraz yaxınlaşdıraq. İkinci sualda deyilir ki, düz bucaq təpəsindən çıxan şüa onu biri digərindən 20 dərəcə böyük olan iki bucağı bölür. Kiçik bucağın dərəcə ölçüsünü tapın. Birinci biz bunun şəklini çəkək. Şəklini çəksək, formada göstərsək. Düz bucaqdır. Düz bucaq təpəsindən bir şüa çıxır. İki bucağa bölür 90 dərəcəni. Biri x-dir, digəri isə nə götürəcəyik? 20 dərəcə böyük olan. Biri digərindən 20 dərəcə böyükdür. Bu bucağı da biz nə götürəcəyik? X üstə gəl 20 dərəcə. Kiçik bucağın dərəcə ölçüsünü tapın. Yəni x-i tapacağıq. X bərabər sual işarəsi. Yəni tapacağımız bucaq x-dir. X-nin cəmi, yəni x ilə x üstə gəl 20-nin cəmi düz bucağa bərabər olacaq. Yəni 90 dərəcəyə. Buradan 2x, x üstə gəl x 2x olur. Bərabərdir 90 dərəcədən də 20 dərəcə sağa keçəndə çıx 20 dərəcə olur. 2x-imiz bərabər olur 70 dərəcəyə. X də bərabər olacaq 70-i də 2-yə böləndə 35 dərəcə. Yəni cavabımız olacaq C variantı. Keçək üçüncü suala. Üçüncü sualda şəkildə verilənlərə görə LOM bucağının dərəcə ölçüsünü tapın. Deməli, burada görürük ki, şəkildə x-dir 100 dərəcə, 2x və x bucaqları var. Bucaq LOM, yəni üçüncü sualda bucaq LOM nəyə bərabərdir? Fikir verin. Bunu qırmızı ilə biz göstərə bilərik. Buradan baxsaq, qırmızı ilə göstərsək, LOM bucağı bu olacaq. Yəni 100 dərəcə üstə gəl, 100 dərəcə üstə gəl. 2x bucağı olacaq. Buradan biz açıq bucağın dərəcə ölçüsünə görə, yəni x üstə gəl 100 dərəcə, üstə gəl 2x, üstə gəl x dərəcəmiz nəyə bərabər olar? X bərabər olacaq ümumi 4 dənə bucağın cəmi 180 dərəcə, yəni açıq bucağa bərabər olur. Çünki buradan fikir verin, AO bucağı bizdə nədir? Açıq bucaqdır. X üstə gəl, 2x üstə gəl x, eləyir 4x, bərabərdir 180 dərəcədən də nə çıxırıq? 100 dərəcə sağa keçəndə mənfi 100 dərəcə olur. Yəni 100 dərəcə çıxsaq, 4x-imiz bərabər olar 80 dərəcəyə. X-imiz də bərabər olacaq 84-ə böləndə eləyər 20 dərəcə. Yəni burada vurmadır. 84-ə bölürük. X-imiz olar 20 dərəcə. Bizdən nə istənilirdi? LOM bucağı istənilir. Bu da 100 dərəcə üstə gəl 2 vurulsun x. Yəni 2 vurulsun 20 dərəcə. O da bərabərdir. Nə olar? 100 üstə gəl 40. Yəni 140 dərəcəmiz olacaq. Bərabərdir 140 dərəcəyə bərabər olar. C variantı olar cavab olaraq. Dördüncü suala baxacağıq. Dördüncü sual. Deməli,
Fikir verirsək şəklə. Yandakı şəklə əsasən deyir AM BK-ya, FK-ya paraleldir. Bucaq ABF 150 dərəcədir. AC parçasının BAM-in tənböləni olduğu məlumdursa, yəni AC BAM-in tənböləndir. Yəni bura X-dirsə, fikir verin, bura X-dir, burada X bucağıdır. Tənbölən olduğuna görə. ACK-nı tap deyir. Bu bucağın dərəcə ölçüsünü tapın. Deməli, fikir versək, 150 dərəcə. Bunu da biraz uzatsaq bu xətti. Üzərində baxırıq. Fikir verin. Uzatsaq. 150 dərəcəmiz bu tərəfdə qırmızı ilə göstərirəm həmin bucağı. BAM bucağına baxın. Qırmızı ilə göstərirəm. Necə bucaqlar olar? Paralel, 2 dənə paralel düz xətt kəsişəndə üçüncü ilə. Daxili çarpaz bucaqlar. Yəni 150 dərəcəmiz 4-cü salda 150 dərəcə nəyə bərabər olur? X üstə gəl x-in cəmi, yəni 2x-ə. X-imiz də bərabər olar 150 bölü 2, 75 dərəcə olur. Buradan fikir versək biz, ACB bucağına baxsaq, bu da x olacaq. O da ki, elə bil ki, buranı uzatsaq, bu hissəni CA-nı uzatsaq, həmçinin bu tərəf, bunu biz mavi ilə göstərə bilərik. Fikir verin, bu tərəf mavi, bu tərəfdə mavi. Bunlar da daxil çarpaz bucaqlar olur, burada x olur. Yəni, burası bizdə 75 dərəcə olur. 75 dərəcə eləyir, mavi olan. 75. 75 isə bucaq ACK olacaq bizdə. Yəni x olur da. X də 75 olduğuna görə ACK-nı tapmaq üçün də 180-dən biz çıxacağıq 75 dərəcəni. Eləyər bizdə 105 dərəcə. 105 dərəcə. Cavabımız olar B variantı 4-də. Keçirik 5-ci suala. AOB-nin x-i tap deyir. Yəni x bucağını, x mərkəzi bucağını tap. Digərləri verilib hamısı. Çevrə ümumi neçə dərəcədir? Tam bucaqdır. Ümumi, yəni çevrə götürsək, bunların cəmi olacaq 360 dərəcəyə bərabər. Yəni 5-ci sualı yazsaq. X üstə gəl 80 dərəcə, üstə gəl 100 dərəcə, üstə gəl 110 dərəcə, bərabər eləyər 360 dərəcəyə. X üstə gəl 80 üstə gəl 100, 180, 180 üstə gəl 110 eləyir 290 dərəcə, bərabər 360 dərəcə. Buradan da x-i tapsaq biz çıxacağıq. 360-dan 290 çıxsaq 70 dərəcə olar. Cavabımız B variantı olar. Bu belə. 5-ci suala baxaq. 5-ci sual. 5-ci suala baxdıq. Daha doğrusu indi 6-cı suala baxacağıq. 6-cı sual. Uzunluğu 17 cm olan AC parçasının üzərində bir dənə AC parçası çəkək. Uzunluğu 17 cm olan A. Bunu götürək C. AC parçası. 17 santimetrdir. 17 santimetr. B nöqtəsi qeyd olunub. Yəni BC 11 santimetrdir. Arada qeyd olunub. Buradan götürək. BC nöqtəsi, BC parçası 11 santimetrdir. Olarsa AB parçasının uzunluğu. Ən asan sualdır. Demək olar ki, X götürsək, X üstə gəl 11. Yəni AB ilə BC parçasının cəmi eləyər 17. Buradan da X, yəni AB-miz olacaq neçəyə bərabər? 17 çıx 11, 6 santimetr olar. 6 santimetr. BC parçası 11 götürülüb. AB parçasının uzunluğunu tapın. Üzərində B nöqtəsi qeyd olunub. 17. Bir dəqiqə. AB parçasının uzunluğunu tapın. 17 olan AC parçasında B nöqtəsi qeyd olunub. BC-miz 11-dir. Bəli.
Bizə nəyi tapdıyır? AB parçası uzunluğu. AB'miz olacaq bizdə 6 santimetr. Buradan amma cavablarda yoxdur. Yəni 6 santimetr olacaq. O bir tərəfdən də baxa bilərik əslində. O bir tərəfdə alınmayacaq. AC parçası üzərində B nöqtəsi qeyd olunub. Yəni burada mexaniki səhv ola bilər. Uşaqlar. Mexaniki səhv var bu sualda. Yəni variantlarda 6 olmalıdır. AB parçası uzunluğu. Olacaq bizdə 6. Deməli, belə. Sonra deməli 7-ci suala baxaq. 7-ci sual. 7-ci yandakı şəkillər əsasən AB-yə paralel olsa, AB-yə paralel olsa, x bucağını tapın. Bunun üzərində göstərək. 35 dərəcədirsə, burası da nə olacaq? 35 dərəcə olacaq. Bu hissədə qırmızı olan. Burada 35 olar. Belə. 35. 155 isə 180-dən biz çıxırıq. 155-i o da eləyər. Burası da 25 dərəcə. 25. Baxın, 35-dir. Bura 35. Burada elə 25 edir də bizdə. Belə götürək də 25 dərəcə. Burası da 35 dərəcə. Belə götürsək 35 dərəcə. Soldakıların cəmi sağdakına bərabər olurdu. 2 dənə paralel düzxət çəkiləndə qaydaya görə. Yəni x bərabər olacaq 7-ci sualda 35 ilə 25-in cəminə. Nəyə görə bərabər olur? 60 dərəcə olur. 60 dərəcə oldu. Baxın, göstərək. Belə bir şey olsa, ortasından, həmin bucağın ortasından, x bucağının təpəsindən bir dənə düz xətt çəkirik. Burası alfadırsa, məsələn, alfa götürək. Burada alfa deyilmi? Buranı da beta götürsək, burada beta olacaqmı? Daha doğrusu bu hissə beta olacaq. Baxın, bu da betadır. Bu betadırsa, burası da beta olarmı? Daxil çarpaz bucaqlar. Bura alfadırsa, burada alfa olacaq. Çarpaz bucaqlar olduğuna görə görürsünüz, yəni bu x ümumi nəyə bərabər olur? Alfa ilə betanın cəminə. Bu da isbatıdır. 60 dərəcə. Cavab A variantı. 8-ci sual. AB parçası daxilində C nöqtəsi verilmişdir. AB parçasıdır. Daxilində C nöqtəsi verilib. AC-miz 7. CB parçası da 4'tür. AB parçasını tapdıyır. Son sualda 7 üstəgəl 4 olur. Üstəgəl 4. 11 santimetr olar. Cavab C variantı. Çox sadə suallardır. 9-cu sual. Silək buranı. 9-cu sual. Deməli. Aşağıdakı cədvəldə bir nöqtədən keçən düz xətlərin və onların əmələ gətirdiyi şüaların sayı göstərilmişdir. Üstəgəl y cəmini tapın. Bir nöqtədən keçən düz xətlərin. Baxın, düz xətlərin sayına görə şüaların sayı tapılır. Baxın, 2 dənə düz xət. Bir nöqtədir. Baxın, fikir verin. 2 dənə düz xət keçir buradan. Burada neçə şua alınacaq? Buradan başlayan. Bir şua belə qırmızı qalsın. Bir şua belə qalacaq. Bir şuamız buradan çıxan bu formada bu tərəfə olacaq. Bir şua da görürsünüz bu tərəfə. Bir nöqtədən keçəndə düz xətlər. Burada 4 dənə şua alınır. Yəni düz xətlərin sayı 2 olanda 4 dənə şua alınırsa, yəni 2 misli olacaq şuaların sayı. Kəsişir, ona görə 2 yerə ayrılır. Orada şuaların sayı 2-yə.
Şüaların sayını tapmaq üçün 2-yə vurmaq lazımdır düz xətlərin sayını. Deməli, yəni x 10-da olacaq düz xətlərin sayı 2 veriləndə 2 vur 2 eləyəcək 4. Buradan görünür. 5 dənə olanda y olacaq 5 vur 2. Yəni 2 vurulacaq. 10. X üstəgəl y cəmini soruşur bizdən. Eləyər 4 üstəgəl 10. Bərabərdir 14. Belə. Deməli 10-cu suala keçək. Cavab burada olacaq 14. Olar. 10-cu sual. 10-cu suala baxaq. Alfa düzbucaq, beta körbucaqdır. Beta çıxı alfa üstəgəli qamma 260 dərəcə olarsa qammanın dərəcə ölçüsünün ən kiçik tam qiymətini tap deyir. Fikir verirsək 10-cu tapşırıq. Beta körbucaqdır. Buradan biz qamma bucağını əvəz eləsək beta alfa ilə. Qamma solda qalır 260 dərəcədən nə çıxılacaq? Sağa keçəndə alfa sağa keçəndə üstəgəl alfa olur. Beta sağa keçəndə çıx beta olur. Bərabərdir. Alfa bizə deyilir ki, düz bucaqdır. Yəni alfamız bərabər 90 dərəcə. Düz bucaq 90 dərəcədir. Bərabərdir 260 dərəcə üstəgəl 90 dərəcə çıxılsın beta. Bərabərdir 260-ın üstünə 90 gələndə 350 dərəcə eləyər. 350 dərəcə çıxılsın beta. Qamma bucağımız nəyə bərabər oldu? 250 dərəcə çıxılsın beta bucağına bərabər oldu. Bizə nə deyilir? Qammanın dərəcə ölçüsünün ən kiçik tam qiymətini tapın deyir. Onda ən kiçik tam qiymətini tapmaq üçün 350-dən biz betanın ən böyük qiymətini çıxmalıyıq. Beta da kör bucaq olduğuna görə, yəni beta 90 dərəcədən böyük, 180 dərəcədən kiçik olduğuna görə biz nə götürməliyik? Qammanın ən kiçik qiymətini tapmaq üçün, yəni bunun qammanın ən kiçik qiymətini tapmaq üçün betanın ən böyük qiymətini çıxmalıyıq. Ən böyük qiymətini çıxsaq, biz qammanın ən kiçik qiymətini almış olacağıq. Deməli, ən böyük qiyməti nə olacaq? Betanın. Betanın ən böyük qiyməti yazıram neçə? 180-dən 1 vaat kiçik olan 179 dərəcə götürüləcək. Yəni 350 dərəcə çıxılsın 179 dərəcə. O da bərabərdir 70 100 eləyər bizdə 71 dərəcə. Cavab 171 dərəcə olar. Ən kiçik qiyməti 171 dərəcə. Bizə deyilsəydi ki, ən böyük qiymətini tap desəydilər, betanın ən kiçik qiymətini götürərdik. Deməli belə. Cavab oldu 179 dərəcə. 11-ci suala baxaq. 11-ci sual. 11. Bucaq AOB-də OC təmbölən çəkilmişdir. Bucaq AOB çəkək. AOB. Bucağı çəkdik. OC təmböləndir. Təmbölənsə nə olacaq? Bu bucaqlar yarıya bölünür. Yəni həmin bucaq yarıya bölünəcək. X bucağı. COB 30 dərəcə. Yəni x 30 dərəcədir. Onda x 30 dərəcəsə o biri x də 30 dərəcə eləyir. Yəni AOC bucağı da AOB-ni tapdıyır bucaq. AOB nə olar? Ən asan sual. X üstəgəl x 2x, yəni 2 vur 30 dərəcə. 30 üstəgəl 30, yəni 60 dərəcə olar. Cavab olaraq A variantı olacaq 11-də. 12-də də deyilir qonşu bucaqları göstərin. Qonşu bucaqların xassəsi necədir? Cəmi 180 dərəcə olan bucaqlar. Cəmi 180 dərəcə olan bucaqlar hansılardır? 82 ilə 98-in cəmi neçə eləyir? 180. Elə A variantıdır. Burada fikir verin. B-də 122 üstəgəl 60, 182 eləyir cəm burada. C-də 170 eləyir. D-də 150 eləyir. Bunlar ola bilməz. Y variantında 220 dərəcə olur. Bir dənə hansında A variantında cəm 180 dərəcə olur.
Bunlar qonşu bucaqlar olacaq A variantı 12-də. Bu qədər. Sağ olun, salamat qalın.